insan gərək təkəbbürdən uzaq ola, lovğalıqdan uzaq ola. Əgər təkəbbür və lovğalıqdan uzaq deyilsə, özünü istər ailədə, istər qohum-əqrəba, istərsə də cəmiyyətdə nəyinəsə xatir, elminə, varına, vəzifəsinə, zahirinə və ya hər hansı bir nəyinəsə xatir qürrələnirsə, Qur'an deyir, o adamların da vay olsun halına. Nəinki vay halına, Qur'an deyir ki, ya Peyğəmbər, təkəbbür göstərənləri tezliklə cəhənnəmdə dizi üstə çökmüş halda görəcəksən. Hədislərdə var, Peyğəmbər əleyhissalam buyurur ki, yer üzərində lovğa, təkəbbürcəsinə gəzən insanlar qiyamət günü Allah o şəxsləri kiçik həşarata döndərər ki, ayaqlar altında qalıb tapdalansınlar. Bir nəfər gəldi İmam Cəfəri Sadiq əleyhissalamın yanına, dedi, ey Peyğəmbərin övladı, ilk günah nədir və onu kim törədib? Həzrət buyurdu ki, ilk günah təkəbbürdür, onu şeytan törədib. Ayəni dəlil gətirdi. Şeytan, iblis təkəbbür göstərdi və kafirlərdən oldu. Deməli, təkəbbür insanı küfrə aparan yoldur. O yola çıxan adam bilməlidir ki, sonda etdiyi bütün əməllər, yaxşı əməllər bada gedəcək və həmin o şəxsin təkəbbürü sonda onu cəhənnəmə tərəf sürükləyəcəkdir. Ona görə də təkəbbürdən uzaq olmaq lazımdır. Bu günah xüsusi olaraq çox tövsiyə edilib.